Kişilər ağlamalıdır. Mütəxəssislər kişilərin emosiyalarını açıq ifadə etməsinin həm psixi, həm də fiziki sağlamlıq üçün mühüm əhəmiyyət daşıdığını bildirib. CNN-in mövzu ilə bağlı paylaşılan yazıda qeyd olunur ki, güclü kişi ağlamaz kimi stereotiplər bir çox kişinin hisslərini gizlətməsinə və psixoloji yardım almaqdan çəkinməsinə səbəb olur. Psixoloqların sözlərinə görə emosiyaların uzun müddət boğulması stres, narahatlıq, depressiya, aqressiya və sosial təcrid riskini artırır. Kişilər yaşadıkları çətinlikləri ifadə etməyə, vəzinə bəzən işə həddindən artıq aludə olur, alkoqoldan istifadə edir və ya riskli davranışlara meyil göstərir. Araşdırmalar göstərib ki, ailə üzvləri, dostlar və ya mütəxəssislərlə açıq ünsiyyət quran kişilər psixoloji gərginliyin öhdəsindən daha asan gəlir, münasibətlərini möhkəmləndirir və ümumi həyat keyfiyyətini artırır. Ekspertlər cəmiyyətdə kişilərin kömək istəməsini zəiflik deyil, məsuliyyətli və sağlam davranış kimi qəbul etməyin vacibliyini vurğulayıb. Onların fikrincə, emosiyaların ifadə olunması psixi sağlamlığın qorunmasının əsas şərtlərindən biridir.